Əmir Teymur bir çoxunu öz ağlı, siyasəti və gördüyü işləri ilə heyrətə gətirən, çoxlarının ağlında cavabsız suallar doğuran sərkərdə. Yüzillər nəticəsində ərsəyə gələcək işləri sadəcə bir ömrə sığdırmış və bunu qısa bir zaman dilimində təqribən 30 ildə gerçəkləşdirmişdi. Necə ki, Herodot tarixin atası adlandırılır, onu da siyasətin atası adlandırmaq heç də qeyri-adi olmazdı. Əmir Teymurun 1405-ci ildə Çinə səfəri gerçəkləşmiş olsaydı, bu hadisə tarix səhifələrində nə kimi dəyişikliklərə səbəb olardı? Sualın cavabını bilmək istəyirsinizsə, videoya axıra kimi baxmağınız tövsiyə olunur. Qeyd: Bu videoda Əmir Teymur 1405-ci ildə ölməmiş və Çinə səfəri isə tarix səhifələrində yazılandan fərqli olaraq həyata keçmişdir. Teymur 9 aprel 1336-cı ildə Mərkəzi Asiyada Şahrisabz, Özbəkistan ərazisində yerləşən Keş şəhərinin yaxınlığındakı Hoca İlxar kəndində dünyaya gəlmişdi. Yaşad olduqdan sonra qısa müddətdə nüfuzu artaraq adı Mərkəzi Asiyada yayılmağa başladı. 14-cü əsrin 60-cı illərində artıq Çığatay xanlığı parçalanmış vəziyyətdə idi. Teymur isə bundan istifadə edərək xanlıqdakı baş verən ixtişaşlardan, üsyanlardan faydalandı. Bir müddət sonra artıq Teymur xüsusilə baş qaldıran Sərbadarlar üsyanına qarşı mübarizə apararaq Əmir Hüseyn ilə ittifaq etdi. Teymurun bu addımı uğurlu olmuş və ittifaq ordusu üsyanı yatıraraq Səmərqəndi ələ keçirmişdi. Zaman keçdikcə Əmir Hüseyn ilə ölkəni birgə idarə edən Teymur, bunun belə davam etməyəcəyini anlayaraq Əmir Hüseyni məğlub edib idarəçiliyi öz əlinə aldı. Bu zaman Teymur bu məşhur sözlərini deyərək bir növ nöqtəni də qoymuşdu. Yer üzü kifayət deyil ki, onu iki hakim idarə etsin. Hakimiyyəti illərində böyük və uğurlu yürüşlər etmiş, qüdrətini bütün dünyaya yaymağı bacaran Əmir Teymurun sadəcə adının çəkilməsi Mərkəzi Asiyanı, İranı, Azərbaycanı və Hindistanı əhatə edən nəhəng imperiyanın ağıllarda canlanmasına bəs edir. Fiziki olaraq çox güclü, dərrakəsi normal bir hökmdar ağlından üstün, siyasi dəhası ağıllara durğunluq gətirəcək səviyyədə idi. Demək olar ki, girdiyi döyüşlərdən məğlub çıxmayan Teymur sonraki illərdə gələcək sərkərdələrin onu örnək götürməsinə birinci namizəd kimi çıxış edirdi. O, Çinə səfər etməzdən öncə dövlətin ərazisi 4,4 milyon kvadrat kilometrə çatırdı. Qısaca olaraq onun ərazisinə indiki Özbəkistan, Qırğızistan, Türkmənistan, Qazaxıstan, Pakistan, Əfqanistan, Tacikistan, İran, Azərbaycan, Türkiyə, Küveyt, İraq, Rusiya, Gürcüstan və Ermənistan daxil idi. İndi isə əsas mövzumuz olan Əmir Teymurun Çinə səfərinə gələk. İl 1405, yer Çinin şimalı, mart ayı və Əmir Teymur Otrar şəhərini keçərək sayı 10 minlərlə olan ordusu ilə Çin səddinə gəlmiş və əskərlərin ruh yüksəkliyi ilə ordu döyüşə hazır vəziyyətdə gözləyirdi. O zaman Çində paytaxtı Nankin olan Min sülaləsi hakimiyyətdə idi. Çinin ərazi bütövlüyü nə qədər böyük olsa da, Çiju dinin hakimiyyəti o qədər də güclü deyildi və Əmir Teymura qarşı qoymağa hərbi və eyni zamanda iqtisadi imkanı yox idi. Bununla bərabər həmin vaxt imperatorun başı Monqollarla qarışmış, xalqın ehtiyaclarını tam şəkildə qarşılaya bilmirdi. Minillik tarixə malik olan Çin səddi özünə Çingiz xanı örnək götürən Əmir Teymurun qarşısında o qədər də tab gətirə bilməzdi. Çin əskərlərini mancanaqlarla daş və ox yağışına tutan Teymurun ordusu çox az itki ilə döyüşdə üstünlüyü ələ almışdı. Qısa vaxt ərzində bir çox şəhəri ələ keçirən Teymuri ordusu artıq Çinin şimalını bütünlüklə zəbt etmişdi. Əldə edilən qənimətlər Teymuri ordusunu daha da gücləndirmiş və ruh yüksəkliyi daha da artmışdı. Bütün bunlara baxmayaraq Çin imperatorunun Teymurun qarşısında çıxarda biləcək vahid bir ordusu yox idi. Beləliklə Çin səddində də bir çox yerlərdən müdafiə xətti yarılmış, ordu isə ölkənin mərkəzinə doğru irəliləməkdə idi. Paytaxt Nankində sıxışıb qalmış imperator Çiju dinin çıxılmaz vəziyyətdə Teymuri cəlladlarını gözləməkdən başqa çıxış yolu yox idi. Bu zaman ağıllı və uzaq görən siyasəti ilə seçilən Əmir Teymur az itki versə də əskərlərinin canını düşünərək Çin imperatoruna bir məktub göndərməyə qərar aldı və ondan hakimiyyəti təhvil verməsini tələb etdi. Göndərilən məktubda belə yazılırdı:
Mən ki, bütün şərqin, qərbin, şimalın və cənubun hakimiyəm. Bütün Türk diyarı, Monqol tayfası, İran farsları mənə biat etmiş və mənə sədaqət andı içmişlər. Uca məqsədim isə öz qüdrətimi Allahu Teala'nın yardımı ilə bütün dünyaya yaymaqdan ibarətdir. İndi isə bu məqsədin həyata keçməsi üçün öz şanlı əskərlərim ilə sənin diyarına gəlmişik. Hazırki vəziyyət onu göstərir ki, sənin əskərlərin mənim orduma tab gətirə bilmədiyindən ötürü geri çəkilməkdədir. Əgər bu namə paytaxtınıza çatmışsa, deməkdir ki, Teymur Ləngin şanlı əskərləri sizin bir addımlığınızdadır. Nə qədər ki, başın öz çiyninin üzərində durmaqdadır, öz istəyinlə hakimiyyəti təhvil et. Et ki, səni bağışlayım, mərhəmət göstərim. Ədalətli və mərhəmətli hökmdar Teymur Ləng. Bu məktubu oxuyan Çin imperatoru heç cür məğlubiyyətlə barışmaq istəmirdi. Lakin 1000 ildən çox tarixi olan ölkəsinin belə bir anda məhv olmasına göz yummaq da istəmirdi. Aldığı məktubdan qorxuya düşən Çiju Din bütün ölkə hakimlərinə ulaq göndərdi və əllərinə qalan birliklərlə ona qoşulmalarını tələb etdi. Ancaq bəzi yerli hakimlər artıq Teymurun hakimiyyətini qəbul etmiş və ona tabe olmuşdular. İmperator Çijunun köməyinə isə az sayda qüvvə çata bildi. Yığdığı qüvvə ilə Kaifeng şəhərinin qarşısında Teymuri ordusu ilə qarşılaşdı. Teymurun ordusu 100.000 nəfərdən çox idi. Hələ isə ordunun demək olar ki, yarısı ölkəyə dağılmış və Çin torpaqlarını ələ keçirməyə davam edirdi. Çiju Dinin ordusu isə 30.000 nəfərdən biraz çox idi. Döyüş Teymuri ordusunun üstünlüyü ilə davam edirdi. Təqribən 3 saata yaxın davam edən müharibədə Çin orduları məğlub oldu və İmperator Çiju Din az bir qüvvə ilə geri çəkilməyə qərar verdi. Paytaxta doğru qaçan imperator yarı yolda paytaxtın da ələ keçirildiyini və Teymurun təmtəraqla imperator elan edildiyini eşitdi və hirsindən dəliyə dönmüş bir şəkildə istiqamətini dəyişdi. Ölkənin cənubuna doğru qaçan Çiju Din yarı yolda Teymuri əskərlərinin puskusuna düşdü və yaxalanaraq Əmir Teymurun huzuruna gətirildi. Teymur isə onu yazdığı məktublarla xəbərdar etdiyini və ona itaət etməsi ilə onu bağışlayacağını bildirdiyini deyərək onu edam etdirdi. Məğlubiyyətdən sonra Çin yerli hakimləri Teymura hədiyyələr gətirdi və onun hakimiyyətini tanıdılar. Ona biat edən Çinliləri bağışlayan Teymur ona baş qaldırılanları edam etdirərək öz hakimiyyətini Çinin hər tərəfinə yaymağı bacardı. Çin torpaqlarını da öz torpaqlarına qatan Əmir Teymurun idarə etdiyi dövləti 4,4 milyon kvadrat kilometrdən artaraq 10,9 milyon kvadrat kilometrə çatdı və dünyanın ən qüdrətli dövlət statusunu öz əlinə aldı. Bütün bunlardan sonra Teymur daha 5 ildə yaşadı. Misiri ələ keçirdikdən sonra paytaxt Səmərqəndə qayıdarkən indiki Suriyanın paytaxtı Şam şəhərində xəstələndi və vəfat etdi. Dövlət isə daha 150 il mövcud oldu və dünyanın taleyini yenidən yazdı.